Esselamu aleykum və rəhmətullah. Əziz izləyicilər, xoş gördük sizləri. İnşallah Mədinə Tədris kursu ərəb dilinin qrammatikası kitabından dərslərin izahlarına başlayacağıq. Allahın izni ilə Rəbbimdən istəyirik ki, bütün ümmət üçün, bütün müsəlmanlar üçün bu video faydalı olar. İnşallah videonu paylaşmağı və videonu bəyənməyi unutmayın. Durusul lüğatul arabiyyə li gayrin natiqinə bihi. Yəni ərəb dilini bilməyənlər üçün ərəb dili dərsləri. Deməli, inşallah biz bu kitabdan qrammatika dərslərinə başlayacağıq. Müqəddiməyə giriş etmək istəmirəm. İnşallah, yəni müəllif burada bir neçə qeydlər aparıb bu kitab haqqında. İstəyirsinizsə siz özünüz oxuya bilərsiniz inşallah. Deməli, biz bugün birinci dərsi götürəcəyik. Qaranlıq qalan sualınız olsa, dərsin sonunda inşallah videonun şərh bölümündə bizlərə bildirməyi unutmayın. İnşallah tezliklə geri dönüş ediləcək. Deməli, biz birinci dərsi götürəcəyik. İşarə əvəzlikləri. Deməli, biz bugün birinci dərsimizdə işarə əvəzliklərindən birinə toxunacağıq, birini götürəcəyik inşallah. Bu da deməli həzə işarə əvəzliyi olacaq. Həzə işarə əvəzliyi. Deməli, işarə əvəzlikləri işarə vasitəsilə ismi təyin edən sözlərdir. Yəni ki, işarə olunan isim çox vaxt gözlə görünən olur. Məsələn, kitabun, kitab, həzə kitabun, bu kitabdır. Lakin gözlə görünməyən mənəvi şeylər də ola bilər. Məsələn, fikir və s. Deməli, işarə əvəzlikləri işarə vasitəsilə ismi təyin edən sözlərdir. İşarə olunan isim təkdə ikilikdə və ya cəmdə ola bilər. Təkdə, ikilikdə və ya cəmdə ola bilər. Bunların hər birinin özünə xas olan işarə əvəzlikləri var. Bu nə deməkdir? Yəni ki, əgər biz bir əşyanı, bir ismi göstərmək istəyiriksə, yəni təkdədirsə həmin o isim, özünə, yəni xas, özünə aid işarə əvəzliyi var və yaxud biz bir ismi, həmin o isim ikilikdədirsə, yəni cütdürsə, ikilikdədirsə, ona aid, yəni özünə xas olan işarə əvəzliyi var və həmçinin həmin o isim cəmdədirsə, özünə xas olan, özünə aid işarə əvəzlikləri var. Həmçinin ərəb dilində iki qrammatik cins olduğu üçün işarə əvəzliklərində cinslər də nəzərə alınır. Ərəb dilində iki qrammatik cins var. Bunlar hansılardır? Yəni, kişi cinsi və qadın cinsi. Ərəb dilində deməli iki qrammatik cins var. İki qrammatik cins olduğu üçün işarə əvəzlikləri də həmçinin deməli nəzərə alınır. Müzəkkər, kişi cinsi və müənnəs, yəni qadın cinsi. İşarə əvəzlikləri hallanmayan isimlər qrupuna aiddir. Yəni, hallanmırlar, dəyişmirlər. Deməli, işarə əvəzlikləri iki cürdür. Yaxınlıq bildirən işarə əvəzlikləri və uzaqlıq bildirən işarə əvəzlikləri. Yəni, yaxında olan bir ismi və yaxud bir şəxsi, bir adamı biz işarə etmək istəyiriksə, yəni özünə aid işarə əvəzliyi var. Həmçinin həmin o şəxs, həmin o əşya uzaqlıqdadırsa, özünə aid, yəni uzaqlıq üçün işlənən işarə əvəzliyi var. Bu əvəzlikləri bir-bir öyrənəcəyik inşallah. Dərs keçdikcə inşallah o əvəzlikləri götürəcəyik. Sadəcə biz bu dərsimizdə, birinci dərsimizdə inşallah həzə işarə əvəzliyini öyrənəcəyik. Deməli, həzə işarə əvəzliyi təkdə, kişi cinsində və yaxın üçün işlənən işarə əvəzliyidir. Yəni, biz bir ismi, bir şəxsi və yaxud nəyisə işarə etmək istəyiriksə, həmin o isim deməli
təkdə olmalıdır və kişi cinsində olmalıdır və həmçinin yaxında olan bir isim, bir şəxs olmalıdır. Mənası, yəni tərcüməsi isə bu deməkdir. Həzə bu deməkdir. Məsələn, həzə kitabun, bu kitabdır. Ki, inşallah ərəb əlifbasında sözlər sağdan sola yazılır. Sağdan sola yazılır və həmçinin oxunur. Yəni biz inşallah bu tərəfdən oxuyacağıq. Yəni sağdan sola doğru. Həzə kitabun tərcüməsi bu kitabdır deməkdir. Həzə bu, kitabun isə kitab deməkdir. Yəni bu kitabdır. Ərəb dilində yəni belə bir şəkilçi olmadığı üçün biz bu şəkilçini özümüz əlavə edirik. Həzə bu, kitabun kitab olur. Bu kitabdır. Tərcüməsi bu kitabdır. Həzə kitabun və yaxud qələmun, qələm deməkdir. Həzə qələmun olacaq. Bu qələmdir. İnşallah ümid edirik bura qədər qaranlıq qalan sualınız yoxdur. Yenə də deyirik, yenə də qeyd etmək istəyirik ki, inşallah əgər sualınız varsa, şərh bölümündə bizlərə bildirməyi unutmayın. Deməli, indi keçirik sual əvəzliklərinə və həmçinin biz bu dərsdə sual əvəzliklərini, 3 dənə sual əvəzliyini öyrənəcəyik inşallah. Deməli, sual əvəzlikləri sual cümlələri düzəltmək üçün istifadə olunan əvəzliklərdir. Yəni ki, biz kiməsə sual vermək istəyiriksə, biz sual cümləsi düzəltməliyik. Sual əvəzlikləri həmişə cümlənin əvvəlində gəlir. Cümlənin əvvəlində gəlir. Sual əvəzlikləri də həmçinin hallanmayan qrupa aiddir. Yəni hallanmırlar, dəyişmirlər. Sual cümlələrinin bəzi növləri. Deməli, inşallah öyrənəcəyik. Birinci, həmzəni götürəcəyik burada. Əlif. Tərcüməsi m, mi, mu, mü deməkdir. Sual həmzəsi və yaxud sual ədatı deyilir. Deyir, əlif sual həmzəsi və yaxud sual ədatı ilə başlayan cümlələr. Bu sual həmzəsi ilə istənilən cümləni suala çevirmək olar. Yəni, məsələn, biz bayaq burada qeyd etdik ki, həzə kitabun, bu kitabdır. Sadə nəqli cümlədir. Yəni sadə nəqli cümlə olduğu üçün biz bunu sual cümləsinə çevirmək istəsək, həzədən əvvəl, yəni birinci sual əvəzliyini burada qeyd edəcəyik. Həzə kitabun, bu kitabdırmı? Yəni sual cümləsinə çevirəcəyik. Yəni bu sual həmzəsi ilə istənilən cümləni, istənilən nəqli sadə cümləni suala çevirmək olar. Əlif, yəni bu həmzə sual həmzəsinin sual ədatını ilə başlayan cümlələrə cavab verərkən təsdiqdə nəam, yəni bəli, nəam bəli deməkdir. Təsdiqdə nəam və inkarda isə lə, yəni xeyr. Tərcüməsi xeyr deməkdir. Nəam bəli, lə isə xeyr. Cavab ədatlarından birini istifadə etmək lazımdır. Birini istifadə edəcəyik. Məsələn, sual veririk ki, və qeyd etdik ki, həzə kitabun, bu kitabdır. Sadə nəqli cümlə idi. Biz burada həzə kitabun dedikdə ucba olur. Bu kitabdır mı? Və burada nəam, həzə kitabun deyir ki, bəli, bu kitabdır. Deməli, burada təsdiqləyir. Deyir ki, bəli. Sonra deyir ki, bu kitabdır. Nəam, həzə kitabun və yaxud inkarı demək istəsək, lə, xeyr, həzə dəftərun. Bu dəftərdir və yaxud lə, həzə qələmun. Xeyr, bu qələmdir deyə bilərik. Yəni, deməli, birinci sual həmzəsini götürdük, sual ədatını götürdük. Sadə nəqli cümlələri sual cümləsinə çeviririk. Deməli, əlif sual həmzəsi ilə başlayan cümlələrə biz təsdiqdə nəam, yəni bəli və lə xeyr cavab ədatlarından birini istifadə edəcəyik. Keçirik növbəti səhifəyə. İkinci sual əvəzliyimiz isə mə. Mə, yəni nə sual əvəzliyi ilə başlayan sual əvəzliyidir. Bu sual əvəzliyi qeyri-aqil. Qeyri-aqil dedikdə, yəni cansızlar, cansız əşyalar nəzərdə tutulur. Heyvanlar, bitkilər və s. Qələm, dəftər, kitab və s. isimlər barədə soruşularkən istifadə olunur. Məsələn, gəlin baxaq. Mə həzə deyir bu. Həzə biz bildik ki, işarə əvəzliyidir və tərcüməsi bu deməkdir.
Mə həzə olur bu nədir? Biz bilirik ki, sual əvəzlikləri deməli cümlənin əvvəlində gəlir. Yəni birinci gəlir. Mə həzə bu nədir? Cavabına deyir ki, həzə kitabun bu kitabdır. Deməli mə nə deməkdir tərcüməsi? Qeyri-aqil isimlərlə işlənir. Yəni burada qeyd edilib. Qeyri-aqil isimlər heyvan, bitki və s. kimi insan anlayışı bildirməyən isimlərdir. Aqil isimlər isə indi götürəcəyik inşallah insan anlayışı bildirən isimlərdir. Məsələn, tələbə, həkim, müəllim, adam adları məsələn canlı isimlər Məhəmməd, Əli, Məryəm və s. Deməli, bunu öyrəndik, bunu götürdük mən sual əvəzliyini. Deməli, mən sual əvəzliyindən həmçinin həm aqil, həm də qeyri-aqil isimlərin mahiyyəti, keyfiyyəti barədə soruşularkən də istifadə olunur. Məsələn, necə yəni aqil canlılarla işlənir? Yəni ki, məl kitabu, məsələn, kitab nə deməkdir? Kitab nədir? Məsələn, məl müdərrisu, müəllim nədir? Yəni müəllim nə deməkdir? Yəni müəllimin burada kim olduğunu yox, nə olduğunu soruşur. Yəni ki, deyə bilərik ki, müəllim öyrədəndir və s. Yəni müəllimin burada yenə deyirəm, kim olduğunu bizdən soruşmur. Müəllim sözünün, yəni müəllim nə olduğunu bizdən soruşur. Ona görə yəni mahiyyəti, keyfiyyəti barədə soruşarkən istifadə edə bilərik. Burada mən sual əvəzliyini. Belə. Deməli, qeyd edək ki, mə sual əvəzliyi məzə kimi də işlənir. Yəni, mə, nə sual əvəzliyinin həmçinin bir forması da var. Məzə də demək olar. Məzə. Nə deməkdir? 3-də isə, 3-cü sual əvəzliyimiz isə deməli olacaq mən. Yəni, kim sual əvəzliyi. Mən sual əvəzliyi kim deməkdir? Deməli, bu sual əvəzliyi aqil, yəni canlı isimlər barədə soruşularkən istifadə olunur. Məsələn, mən həzə. Bu kimdir? Həzə tabibun. Bu həkimdir. Görürsünüz, burada deyir mən həzə. Bu kimdir? Burada isə deyir mə həzə. Bu nədir? Bu nədir? Cavabında da deyir ki, həzə tabibun, bu həkimdir və yaxud həzə raculun, bu kişidir. Belə, inşallah 2 səhifədir, çox qısa idi dərsimiz. Deməli, biz birinci dərsdə yenə də vurğulamaq istəyirəm ki, birinci işarə əvəzliyini götürdük. Həzə, deməli, təkdə kişi cinsində və yaxınlıq üçün işlənən istifadə olunan işarə əvəzliyidir və tərcüməsi isə bu deməkdir. Və sual əvəzliklərini götürdük ki, sual əvəzlikləri cümlənin həmişə deməli əvvəlində gəlir. Deməli, əlif sual həmzəsini və yaxud sual ədatını götürdük və əlif ilə, yəni sual həmzəsi sual ədatı ilə sual verdikdə biz deməli, təsdiqdə, nəyam və inkarda isə lə, xeyr cavab ədatlarından birini istifadə edəcəyik. Bunu da götürdük və ikinci sual əvəzliyimiz isə oldu mə. Tərcüməsi nə deməkdir? Qeyri-aqil, yəni cansız bitkilər, heyvanlar üçün istifadə olunur. Yəni, cansız əşyalar üçün istifadə olunur. Mən isə və həmçinin mə, deməli, sual əvəzliyinin bir növü də var. Deməli, məzə kimi də işlənir. Və üçüncü sual əvəzliyimiz isə oldu mən, yəni kim aqillərlə işlənir. Aqillər barəsində soruşularkən istifadə olunur. Məsələn, mən həzə, bu kimdir? İnşallah, Allahın izni ilə bu video sizlər üçün faydalı oldusa, bizlərə şərh bölümündə bildirməyi unutmayın ki, inşallah ikinci dərsdə görüşmək ümidi ilə. Əssəlamu aleykum və rəhmətullah.